Kəbənin ətrafında qadın elə bir paltar giymeli idi ki, onun dalının atlanması bilinməməlidir. Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm. Mən bunu öz zövcələrimə də deyirəm. Deyirəm, siz özünüzü müsəlman aparırsınız, döşünüz, götünüz, başınız qalıb bayırda. Allah utanmaz və Allahın Resulü da utanmaz elə şeydən. Sən mənim yerimə utanırsan. Sən üzüyü tutmuşsan Allahın götünə, ancaq özün buradan danışırsan bunu. Mən utanmaram belə şeydən. Niyə utanmalıyam? Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm. İndi də utanmıram. Mən öz zövcələrimə də deyirəm, başqalarına deyirəm. Bu nədir? Şalvar giymişsən, şeyin qalıb bayırda. Zinətli yer qadının döşüdür, götüdür, başıdır, buxağıdır. Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm. Bugün indi biz bunu göt deyirik, mən də göt deyirəm. Job desəydilər, Rusca job deyərdim. Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm. Götümü mən burcudurdum, o burcudurdu. Kişidə də, kişiyə də olmaz. Kişilər də dar şalvar girirlər, daşaqlarını qoyurlar bayırda. Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm. O əgər o ərəbdir, nə bilim kim idi, Quranı yaxşı bilsəydi, əyağın yerə vurmazdı, onun götü də qoyunun quyruğu kimi sağa sola getməzdi. Elə paltar giyinən ki, yol gedəndə götün qoyunun quyruğu kimi tərpəməsin. Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm. Qabağında kərdə gedirsən, vurcutmurlar götlərini. Bir əvvəl bax ətrafıva, götünü, döşünü gördüyün qadınlar var. Sinələri asıldı səhərdən aşama televizdə. Döşləri də görsən, götləri də. Mən əxlaq sahibiyəm, lap belə gözəl əxlaq sahibiyəm.